4 ilahi təcəlli var. 1. Zahiri də, batini də xeyir olan. 2. Zahiri də, batini də qəhr olan. 3. Zahiri xeyir, batini qəhr olan. 4. Zahiri qəhir, batini xeyir olan. Zahir yəni üz, batini daxil. 1. Zahiri də, batini də xeyir olan. Allah yolunda istifadə edilən güc, qüvvət və bu məqamda yetişdirdiğimiz evlad. Bu evlad ne? Zahiri də xeyirdir, batini. Yəni necə? Bugün sən bunu yetişdirirsən, əxlaq üzərə. Gələcəkdə Allah yox, əxlaq üzərə, salih əməllər işlədirsən, o deyil, hər zaman səhətin savab görəcək. 2. Zahiri də, batini də qəhr olur. İnsanı üsyana, böyük fəlakətlərə aparan bağlılıqlar və yaxud da xəstəliklər. Xəstələn zahiri deyilir, batini deyilir. Yəni, xəstəlik zahirdə necə görünürsə, batində də olsan elə edicidir. 3. Zahiri xeyir, batini qəhr olanlar. Doğulduqda gözəl olan bir evlad. Zahirən gözəldir. İnsan xoşdur, ətrini alır, dadır, hər bir şey, mənim evladım. Gələcək bir ümid qırırıq, amma gələcəkdə ən asi birinə cəlb çekilir. Həyatımızı məhv eləyəcək birinə çıxır. Batini ziyan çekilir. 4. Zahiri qəhir, batini xeyir olanlar. Buna misal olur alimimiz Hz. Musa Aleyhisselam'la Xızır Aleyhisselam'ın gəmi qissəsini anlatır. Deyib, zahirdə qəhr edir, pis edir. Xızır Aleyhisselam gəmini döyüşü dağıtdı, zahiri pis edir. Amma deyib, Musa Aleyhisselam onun batinindən daxil olanda Xızır Aleyhisselam deyir, bunu deyir, bir şah bütün deyir, yaxşı gəmiləri alır əllərindən. Bunların deyir, əlindən gəmisi alınması deyil, onu da işini dağıtdı. Batini deyir, baxanda batini xeyirdir. Hz. Musa Aleyhisselam və Xızır Aleyhisselam qissəsindən burada bizi ən böyük götürən dəlildir. Yəni bir insan, bir zahid bir şey haqqında təfəkkür edib danışırsa, hər zaman onu biz fikrin sonuna qədər dinləyəcəyik. O bir misal var, Harun Ərəşdən Bəhlul Danəndə, bəlkə işimiz sonu, Harun Ərəşdə bir günləri sarayın yanından çıxdı, görüb Bəhlul Danəndə yerdə bir yer cızır. Harun Ərəşdə deyir ki, sən burada nə edirsən? Deyir ki, bəs ev tikirəm. Deyir ki, nə ev tikirsən? Cızır, deyir ki, tikirəm. Deyir, nə var? Deyir, satacam bunu. Amma Harun Ərəşdə özü də ağıllıdır. Biri ki, bunun etni bir hikmət var. Amma bu dəfə tuta da bilir. Deyir ki, bir dəlildir, başlayıb bu iş görmə. Həyat yoldaşı yuxarıdan hündürlüyür, evi biraz hündürlüyürlər. Deyir ki, bəli, orada nə etsən, deyir, ev tikirəm. Deyir, bəli, o satacam, deyir ki, bəli, bacım, tiki qutan kimi satacam. Deyir ki, tiki qutana xəbərlə, cızır bülü-bülü qutarır, deyir ki, bəli, tiki qutanı satıram. Deyir, deyir, 2 dirhəmə. Yuxarıdan 2 dirhəmə atır, deyir ki, sağ ol, bacım, xoş dirhəm otursan içində, silir birdən yanına çıxır. Harun Ərəş deyir ki, arvad da dəlidir, bu da dəlidir. Bunlar ikisi də baxanda, ikisi də nə olan bir şeydir. Və gecə yatır yuxuda görür ki, cənnəti göstərilir ona. Cənnətdə görür bir köşk var, bülür oradan. Deyir, bu köşk kimindir? Deyir ki, sənin həyat yoldaşının. Deyir, o hardan? Deyir ki, Bəhluldan aldığı köşkdir. Səhər-səhər durur, yuxudan ayrılır ki, mən böyük bir fəlakətə vururdum. Dünən alırdı. Gedir, görür saray qabanı, Bəhlul yerə cızır. Bəhlul bir Allahın vəli və dostu. Yenə cızır, deyir ki, Bəhlul, o nədir? Ev. Deyir, satılaqda yoxsa? Deyir ki, bəli, əlbəttə satılacaq. Deyir, nə qədərə mirasının 90% olacaq qədər bir pul deyir, qızıl. Deyir, bəli, dünən 2 dirhəmə idi, bugün 100 qızıla gəldi, çıxdı bu. Deyir, dünənki görməmişdi. Sən bugün görürsən, deyir. Yəni, bir Allah üçün, bir Allah yolunda kimsə bizi nəsiyyət edəcək, ki, dəfə şahin qardaşlarımızı burada bəxtiyar bir nəsiyyət edir, bir ömrü bizi kifayət edir. O, bil ki, o insan batinindən bir gözəllik gəlir. Allah Quran-ı Kərimdə buyurur ki, ola bilsin ki, sevmədiyin bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey sizin üçün ziyanlıdır. Allah bilir, siz bilmirsiniz.